Gəlin belə bir suallara baxaq. Ümumiyyətlə bu suallar, seçdiyim suallar şagirdlərin biraz əziyyət çəkdiyi hissələrdir. Daha çox səhv elədiyi hissələrdir. Burada təminin köklərin hansını istəyir və məndə modul bir ifadənin, üslü ifadənin 1-ə bərabər olduğunu deyir. Ümumiyyətlə 1-ə nə vaxt bərabər olur uşaqlar? Yəni 1-in üzəri hər hansı bir ifadə olduqda nə olur olsun 1-ə bərabər olur. Bir də uşaqlar, nə olur olsun, onun üzəri sıfırdırsa, həmin ifadə demişik 1-ə bərabərdir. İndi bunlardan istifadə edib nə edirəm? Birinci deyirəm ki, modulda x minus 2-nin üzəri 0 olsa, mənim cavabım 1 olar. Birinci bu hala baxıram. Yəni 4x çıxaq 6 0-a bərabər olsa, 4x bərabərdir 6-ya, x də bərabərdir 1/5 olsa, əgər mənim deməli ifadəm 1 olar, modul ifadəm 1 olar. Digər tərəfdən x minus 2-ni 1-ə bərabər eləyirəm. O olur x bərabərdir 3. Yəni x-in yerinə 3 qoysam 1 üzəri 4x minus 6 mənə 1 verər. X-in ikinci qiyməti 3-dür. x1, x2 gəlin indi x3-ümü tapam. Bəs x3 nə ola bilər? -1. -1 moduldan çıxan zaman müsbət 1 eləyir və o zaman yenə də həmin deməli ifadənin qiyməti 1 olar. Ona görə də mən burada x minus 2-ni bir dəfədə -1-ə bərabər eləyirəm. Eləyir x bərabərdir 1. Deməli x3-üm 1, x1-im 1/5, x2-im isə 3-ə bərabərdir. Bunları da bir-birinə vuran zaman eləyir 4/5. Cavabımız olur 4/5. Digər misala baxaq. Bərabərsizliyin ən kiçik natural həddini tapın. Bu tip bərabərsizliklər mürəkkəb görünsə də, biz bunları deməli addım-addım həll edən zaman daha rahat olur. Burada bir neçə məqam var. Birinci məqam nədir? Bax uşaqlar, bura baxın. Burada heç bir dəyişən yoxdur, görürsünüzmü? Əgər dəyişən yoxdursa, burada işarə təyin edirəm. Yəni 5-dən çıxıram 4-ü. 2-nin kvadrata yüksəldib çıxıram. İşarə müsbətdir. Deməli, bura müsbətdir. Bura müsbətdir. Kiçik 0 olduğu üçün burada mənfidir. Eləmi? Deməli, mən müsbəti mənfiyə vurub mənfi almamışam. Mən bu hissəni təzədən yazıram. Bax, artıq buranı sildirəm getsin. Bura mənə lazım deyil. Mən artıq işarəmi təyin etdim. 4-də 3, x minus 5 kiçikdir 0. İndi bu bərabərsizliyi həll edəcəm. İndi biz uşaqlar bilirik ki, dəyişən qarşısında mənfi ola bilməz. Bərabərsizliyə ziddir bunlar. Burada hər tərəfi mənfiyə vuracam. Yəni mənfini qarşıya çıxarıram. Bu zaman x kvadratı üstə gəl 4 olur. Amma digər mötərizəmə dəymirəm. Bu işarə dəyişir. Bu da bərabərsizliyin qaydasıdır. Deməli, hər tərəfi mənfiyə vuran zaman təbii ki, bu işarə dəyişməlidir. Sol tərəfi mənfiyə vuran zaman bərabərsizliyimin işarəsi dəyişir. İndi gəldim ikinci məqama yenə. Burada x kvadratı üstə gəl 4 həmişə müsbət bir ədəddir. Niyə? Yəni, nə 0 ola bilmir, nə mənfi ola bilməz də. Təbii ki, cüt dərəcə və üstə gəl var. Deməli, bu hissə də üstə gəldi. Yəni, bu hissə də müsbətdir ki,